Hacı biz onda belə başa düşürük ki, dediyinizdən, əgər bu cür bəlalar, bu cür imtahanlar olmasaydı, biz avtomatik olaraq robot kimi yaşamış olacaqdıq. Yəni, Bəli, hər biz qarşımızda robot deyilik. Hər hansı bir Çox seçim qəşəng. olmayacaqdı. Çox qəşəng. Yəni seçimlər eləməliyik də, yaxşını, pisi insan seçməlidir Məsələn, bunlar- Krişnalıqdan misal çəkim sizə. Krişnalığın təsəvvürü bu cürdir ki, bax mən əlimi qalxızıram, sonra da Allah qalxızır. Mən yıxılıramsa, Allah yıxdı məni. Dururamsa, Allah durdu. Amma İslam düşüncəsi bu cür nə deyil, tohid düşüncəsi bu cür nə deyil. Biz belə deyək də, Hüseyin demiş ya, biz robot kimi yaranmamışıq. Biz robot deyilik. Biz seçimi olan insanlarıq. Allah bütün yolları qoyur. Quran-ı Kərimin İnsan surəsində Allah Təbaraka və Teala buyurur ki, insanlar üçün yol qoydu. İnsan istəsə küfür eləsin, naşükürlük eləsin, istəsə şükür eləyən olsun. Yəni insan seçimlidir. İnsanın seçimi olmasaydı onun dəyəri olmazdı. Allah yanında onun qiyməti olmazdı. İnsanın elə qiyməti onun seçimindədir. Deyirlər müharibə olmasaydı qəhrəmanlar tanınardı mı? Yox, tanınmazdı. Bunlar hamısı seçimin üzərindən durur.